Yaxşı qanunlar cəmiyyəti qabağa aparır. Yaxşı qanunlar cəmiyyətin bugünkü gününü irəliləyir, onu qabaqlayır. Onu gələcəyi göstərir o qanunlar. Məsələn, bizdə qanunlar rətə yazılır. Bizdə bir hadisə baş verir, birdən baxılır ki, bu qanunda tənzim olunmuyub. Gəlin bir dənə qanun. Ona görə biz 2000-ci ildə qəbul edilmiş qanunla 2001-də, 2002-də, 2003-də bəzən görsək, ildə 3 dəfə əlavələr edirik. Niyə? Çünki qüsurlu yazılıb. Vəkil Elton Quliyev gənclərə hüquqdan danışır. Amma bir dənə də olsun hüquqi termindən istifadə eləmir. Hər kəs başa düşsün deyə sadə və anlaşılan. Elə onu tanıyanlar üçün Elton Quliyev ilk növbədə sadə və anlayışlı insan idi. Ali məhkəmənin saytına girib oradan bir qərar oxuya bilmirik. Soruşur ki, bu saytın yaşmısınız? Deyir ki, orada qərarlar olacaq. Nə vaxt olacaq? Hazırdır, prosto ora qoya bilmirik. Niyə qoya bilmirlər? Ona görə qoya bilmirlər ki, biabırçı qərarlar. Elton Quliyev dekabrın 16-sında 59 yaşında vəfat edib. Ona bir ildir ki, xərçəng diaqnozu qoyulmuşdu. Bu xəbəri yaxınlarına, özəlliklə həbsdə olan dostlarına demək onun üçün 2 qat çətin idi. Heç vaxt bu işlərdə təmanna güdməzdi. Əzilən hər kəsin yanında olmağa hazır idi. Və mən xatırlayıram ki, axırıncı dəfə onda xəstəlik tapılarkən bizim söhbətimiz oldu. O, bu ağır xəstəliyin qarşısında çətinlik çəkmirdi. Amma bunu özünün deməli, həbsdə olan dostlarına necə deyəcəyinin çətinliyini çəkirdi. Elton Quliyev 1991-ci ilə qədər Bakı Şəhər Daxili İşlər İdarəsinin İstintaq Şöbəsinin rəis müavini olub. 1996-cı ildən Vəkillər Kollegiyasının üzvüdür. 17 yaşında tələbə adını qazanan Elton Quliyev 21 yaşında hüquqşünas olur. Qısa müddətdə öz karyerasında yüksəlir. Təxminən 24-25 yaşı vardı. Onu Bakı Şəhər Nəqliyyatı İstintaq Şöbəsinin rəisi işləyir. 91-ci ildə, təxminən 91-ci ildə idi. 91-ci ildə Elton Quliyev Bakı Şəhər Baş Polis İdarəsində İstintaq İdarəsinin rəis müavini vəzifəsində işləyirdi. Həmin ərəfədə bilirsiniz, Elton o insan idi, inan o səmimiyyətimə. Əslən Qarabağlıdır Elton, Şuşanın bu Qarabağ fəaliyyəti, müharibə işləşçisidir, yeri gəlmişəm. Daxili İşlər Nazirliyində işləyirdi bir yerdə, müharibə işləşçisi. 91-ci ildə olan bu hadisələrində vəzifədə Elton ərzəsini yazdı, işdən çıxdı və ondan sonra keçdi vəkillik aldı. Müsahibələrindən birində ondan soruşurlar ki, müdafiə elədiyiniz şəxslər arasında sizin üçün ən yüksəkdə kim dayanır? Prezident, nazir və digər yüksək vəzifəliləri də müdafiə edən Elton Quliyev sadə bir vətəndaşın adını çəkir. Həmin şəxsdə bəyəndiyi isə dürüstlük idi. Onun üçün vəkilin ümdə borcu məhkəmə qarşısında həqiqəti üzə çıxarmaq, ən absurd ittihamlarda belə hüquqlarını qoruduğu şəxsin günahsızlığını faktlarla sübuta yetirmək idi. Bunu elə peşəkarlıqla edirdi ki, qarşı tərəfin də deməyə sözü qalmırdı. Mən xahiş eləmişim materialları obyektiv təqdim edeyim ki, o öz yazılarına özü şübhə ilə yanaşmasın da. 14.50 də var, 14.40 da var. Onu izah ediyoruz. Bunların hansı yalan deyə bilər? İndi onu siz sual verərsiniz. 11 yox. Siz bir dəfə olun. Əskər ölümlərinə son aksiyası ərəfəsində həbs olunan nidaçıların hüquqlarını da Elton Quliyev müdafiə edib. Müdafiədə diqqəti işin ən sadə detallarına qədər yönəldirdi. Bir narkotik çıxardılar, benzin qoxusu gələn şüşəqablar çıxardılar. Evin sakinləri də təəccüb hissi ilə etiraz edirlər ki, bizim evdə bu iyi siz gəlmə qədər yox idi. Buna istənilən normal adam reaksiya verir ki, bu benzin iyi hardan gəlir? Bura zapravka deyil. Bura neft buruğu yoxdur. Amma evdən benzin iyi gəlir. O evdəki benzinlə işləyən heç bir aparat yoxdur. O çox məsuliyyətli adam idi. Bir işə qoşulurdusa, axıra qədər gedirdi. Yəni, məsələn, bizdə 18 cildi iş idi, hamısını əzbərdən bilirdi cildlər. Elə səhvlər tuturdu ki, hakimlər təəccüblənirdilər buna. Yəni, ona görə dedi ki, mən bu işə girişə bilmədim, çünki vaxtım yox idi bunu götürməyə. Mən elə-belə sırf sizi mətbuata təmsil eləmək üçün, ya da başqa bir məqsədlə işi götürə bilməzdim. Vəkiləmsə, sırf hüquqi cəhətdən götürməliyəm. 2013-cü sentyabrından bizim məhkəmələrin axırına qədər, 2014-cü dekabrına qədər bizi təmsil elədi, yəni müdafiəmizi öz üzərinə götürdü. SSR-nin baş prokuroruna ərizə yazanda
bir adam gəlirdi yoxlamağa. Amma Leninə yazanda Lenin oradan 15 adam göndərirdi. Gəlirdilər, çökürdülər sinəsinə. Hazır cavab incə yumor hissi, cəsarətli, dürüst, gülərüz, nikbin. Elton Quliyev onu tanıyanların xatirəsində belə qalır. Bir də işinə sevgi və məsuliyyət. Özünün anekdotları olur onun, başına gələn hadisələri nağıl eləməsi olur. Yəni deməklə bitəsi şeylər deyil. O gün bir nəfər yazmış, ondan kitab yazmaq olar, özü razı olmamışdı. Elton bəy elə bir güclü adam idi ki, elə bir bacarıqlı adam idi ki, elə əzimli və nikbin adam idi ki, o bu şouları, bu güclü dövlət resurslarından hazırlanmış bu saxta şounu darmadağın eləyə bilirdi. Onun proseslərində mən həmişə iştirak edirdim. Onun proseslərində çox iştirak etmişəm. Üstəlik idim. Gəlib otururduq biz dostlar, gəlib otururduq. O da maraqlı proseslər olurdu. Proseslərdə iştirak edirdim.